Qubada belə əsrarəngiz gözəlliyə sahib dağların qoynunda bir istirahət mərkəzinin olduğunu bilirdiniz. Qaldığımız kotecin eyvanından olan mənzərə adamı valeh eləyirdi. Bir qismini də çəkib sizlər üçün göstərmək istədim. Burada axşamlar və gündüzlər çox əla vaxt keçirmək olur. Yemək yemək üçün belə qəşəng besetkaları var idi. Buradan da açılan mənzərə adamı valeh eləyirdi. Ailəvi getmək üçün çox uyğundur. Hətta uşaqlar üçün oyun zonası da mövcuddur. İlk növbədə səhər və axşam yediklərimizi sizin üçün göstərmək istəyirəm. Mən hələ belə ləzzətli pomidor, yumurta və kükü yeməmişdim. Sadəcə möhtəşəm idi. Mərkəzdə qalan zaman ödənilən qiymətə səhər yeməyi daxildir. Axşam yeməyi zamanı isə kebablar sifariş vermişdik. İnanın mənə uzun müddət idi ki, belə dadlı kebablar yemirdim. Ümumiyyətlə xidmət edən əməkdaşlar hər biri çox mədəni idi. 5 nəfərə bizim axşam yeməyi üçün sifarişlərimizin hesabı səhv xatırlamıramsa 131 manat etmişdi. 2 nəfər üçün standart otaqların qiyməti həftə içi 80 manatdır və səhər yeməyi də daxildir. Düşünürəm ki, bu mənzərəyə, bu cür xidmətə, keyfiyyətə əladır qiyməti. Biz qaldığımız kotec 2 mərtəbədən ibarət idi. İçərisində hər cür şəraiti var idi və qiyməti də həftə içi 250 manatdır. Hətta otelin otaqları da çox təmiz və səliqəli idi və buradan da açılan mənzərə bir başqa gözəl idi. Məkanın adı Panoramik Quba adlanır və yolunuz düşsə mütləq burada qalmağı tövsiyə edirəm. Qırız kəndində yerləşir. Bura Novxanda yerləşən yaxtadır. Bura getməmişdən öncə bir neçə restorana girsək də hər birində bu cür dənizə yaxın masaların rezerv olduğunu dedilər. Nəhayət ki, burada bir yer təşkil elədilər. Ümumilikdə məkan çox qəşəng idi. Dənizə yaxın olması da ayrıca bir xoş idi. Lakin bu tabları məsələn hər növünü minimum 5 ədəd sifariş verdiyini bildirdilər. Qiymətləri deyərdim ki, ən uyğunları sırasındaydı, amma kebabları soyuq gəlmişdi və o qədər də ləzzətli deyildi. Bəlkə də qiymətləri daha uyğun idi, ona görə də belə idi. Canlı musiqi də vardı məkanda və heç bir depozit yox idi. Boru dönər Bakıda bir ilkdir. Məhz burada təqdim edilir. Ölçüsü və porsiyası o qədər böyükdür ki, 2 nəfər rahatlıqla yeyə bilər və doya bilər. Orijinal Hatay soslu, Hatay usulu dönəri də burada yoxlasanız peşman olmayasınız. Beytidən tutmuş çəltik dönərə tantuniya kimi menyusunda yer alıbdır. Həm toyuq, həm də ət dönəri yemək istəsəniz, o zaman çəltik dönər sizin üçün əla bir seçimdir. Ləzzəti o qədər qəşəng idi ki, bütünlükdə ikisinin dadının qarışımı əla alınırdı. Bu lahmacunun qiyməti isə sadəcə 3 manatdır. Köftəli salatanın qiyməti isə 7 manat 50 qəpikdir. Hələ belə ləzzətli ali nazik yeməmişdim. Burada baş aşpaz türkdür və çox ləzzətli təamlar hazırlayır. Mətbəx göz önündədir, çörəkləri isti-isti yerindəcə hazırlanır. Tantuninin də növbə-növ çeşidləri menyusunda var. Ən əsas məsələ isə çatdırılma pulsuzdur. Dönərləri təmiz dana ətindən yarpaq dönəridir, farş deyil. Məkanın adı Sehirli Ocaqdır, tam ailəvi məkandır, sefləri də var. Məkan Mərdəkanda stansiya icraya gedən yolda yerləşir.